Alfa Kursun 12-ci bərnaməsinə xoş gəlibsiz. Keçən 2 bərnamədə söz müqəddəs ruh barədə gedirdi. Sizə demişdim ki, elə müqəddəs ruhdur ki, Məsihiyyət inancını başqa dinlərdən və fəlsəfələrdən ayırt edir. Çünki insan müqəddəs ruhun etdikləri iləndir ki, tarı ilə iki tərəfli və canlı bir rabitə başlayır. Sizə keçən 2 həftədə bundan danışdım ki, o zaman ki insan Tanrının dərgahında günahlarından tövbə edir və Tanrının göndərdiyi qurtarıcıya ki İsa Məsih olsun iman gətirir və nicatı üçün öz əməllərinə yox, onun etdiyi əməlinə iman gətirir, müqəddəs ruh gəlib onda sakin olur və ona təzə bir doğuş verir. Həm də bu işlə onu mühürləyir və göstərir ki, o artıq Tanrıya aiddir. Müqəddəs ruh başqa bir işdə görür və o da budur ki, insanı günü-gündən İsa Məsihə oxşar edir. Hər gün onun şəxsiyyətində işləyib, insanda İsa Məsihin şəxsiyyətini yaradır. Müqəddəs ruh insanda sakin olanda ona bəzi qüvvətlər də əta edir ki, onların vəsiləsi ilə qadir olurlar başqa imanlı qardaşlar və bacılara xidmət etsinlər və onları imanlarında qüvvətləndirsinlər. Amma indi istəyirəm sizinlə müqəddəs ruhdan dolu olmaqdan danışım. Görün Pavlos Həvari Efesoslulara yazdığı məktubda nə deyir? Müqəddəs ruhla dolu. Bu ruhla dolmaq nədir və necə dola bilərik? Baxın, doğru ki, biz Məsihin doğrudan kim olduğuna inandığımız zaman, onun çağırmaq üstündə bizim haqqımızda etdiyi işə inandığımız zaman, müqəddəs ruh gəlib bizdə sakin olur. Amma o zaman ki, Həvarilərin işləri kitabına baxırıq, görürük ki, Məsihlər daim müqəddəs ruhdan dolurlar və müqəddəs ruhdan dolduqda Tanrının qüvvəti onların vücudunu doldurur. Və bu doluluq elədir ki, onlardan çox qüvvətli və xariqüladə işlər göz qabağına çıxır. Necə ki, dediyimdə, Pavlos Həvari də kilisaya tövsiyə edir ki, şərabla kefli olmayın, səfahətə səbəb olur. Lakin müqəddəs ruhla dolu. Həvari Pavlosun bu sözü öz zəminəsində çox da aydın mənası var idi. Pavlosun zamanında Efesos şəhərində bütpərəst məbədlər çox var idi və orada bu bütlərə pərəstlik edənlər bunu istəyirdilər ki, Allahlar onların içinə girsinlər. Bu haqda bu məbədlərdə hakim olan fikir bu idi ki, onlar özlərindən gərək o qədər huşsuz, o qədər ixtiyarsız olsunlar ki, heç bir şey bais olmasın, Allahlar onların içinə girməsin. Buna görə də o qədər şərab içib keflənirdilər ki, artıq özlərində heç ixtiyar qalmırdı və bu huşsuzluq halda, özlərindən çıxmış halda elə güman edirdilər ki, Allahlar onların içinə girəcəklər. Həvari Pavlos deyir ki, nə şeydən dolu olaq, elə o şey vücudumuzun ixtiyarını əlinə keçirdəcək və onu hidayət edəcək. Onun üçün də Pavlos deyir ki, həyatınızın ixtiyarını şərabın əlinə verməyin ki, həyatınız səfahətdə qərq olmasın və səfahətə də çəkilməsin. Pavlos kilisaya deyir ki, siz Tanrının övladısınız. Onun üçün də gərək müqəddəs ruhdan dolu olasınız ki, həyatınız müqəddəs ruhun ixtiyarında və onun hidayəti altında ola. Pavlosun bu sözü və Həvarilərin kitabında gördüklərimiz bunu göstərir ki, elə bil
müqəddəs ruhdan dolu olmaq elə bir təcrübədir ki, müqəddəs ruhun iman gətirdiyimizdə bizdə sakin olmasından fərq edir. Qoyun mətləbin açıqlamasını Ətiq Əhddən başlayın. Yuil Peyğəmbər kitabının 2-ci fəsil 28-ci ayəsində Nəbili gedib elə bir zamandan danışır ki, Ətiq Əhdin zamanında baş verənlər ilə fərqi var. Tanrı bu Peyğəmbərin dili ilə xalqa vədə verib deyir ki, ruhunu bütün bəşər üstünə tökəcək. Halbuki Tanrı bu işi Ətiq Əhddə etməzdi. Ətiq Əhddə Tanrının ruhu bir iddə məxsus adamlara nail olardı, həm də müvəqqəti bir şəkildə. Amma burada Tanrı deyir ki, ruhunu bütün bəşər üstünə tökəcək. Onların oğulları və qızları nəbili gedəcəklər. Qocaları və cavanları röyalar və görüntülər görəcəklər. O zaman da Tanrı deyir ki, ruhunu hətta onların qullar və kənizlərinə də tökəcək və böyük əcaiblər və möcüzələr yaradacaq və elə olacaq ki, Tanrının adını çağıran adam nicat tapacaqdır. Müqəddəs ruhun bu şəkildə nazil olması Yahud xalqı üçün Tanrıdan bir vədə idi və gələcəkdə baş verəcək idi. Amma bu vədə necə əncamına çatdı? O zaman ki, Məsih ölülərdən dirildi və şagirdləri ilə 40 gün yer üzündə yaşadı və özünün diri olduğunu bir çox adamlara göstərdi, onun göyə qalxıb Tanrının yanına qayıtmaq vaxtı yetişdi. O zamandır ki, şagirdlərinə deyir, baxın, atamın vədə verdiyini sizə göndərirəm. Amma siz göydən gələn qüvvətlə doluncaya qədər Urşəlim şəhərində qalın. Məsih onlara buyurur ki, Urşəlimə getsinlər, elə ki, o özü atanın yanına qayıtsın və vədəsini verdiyi müqəddəs ruhu onlara göndərsin. Məsih onlara burada təkid ilə deyir ki, müqəddəs ruh üstünüzə gələndən sonra qüvvət alacaqsınız və mənim şahidim olacaqsınız. Şahid o adamdır ki, öz gözü ilə gördüklərini, öz qulağı ilə eşitdiklərini başqalarına şəhadət verir. İsa deyir ki, müqəddəs ruh gəldikdə qüvvət alıb, məndən gördüklərinizi, məndən eşitdiklərinizi başqa insanlara aşkar edəcəksiniz. Bunu etmək üçün lazımdır ki, Məsih buyurur, müqəddəs ruhdan dolu olasınız. İsa'nın göyə qayıtmasından sonra bu şagirdlər hər gün Urşəlim məbədində bir yerə yığılıb Tanrıya pərəstiş edirdilər və bu iki tərəfli rabitədən bəhrə alıb kef edirdilər. Elə ki, Pentikast günü gəlib çatdı. Bunu biz Havarilərin İşləri kitabının 2-ci fəslində oxuyuruq. Mətnin özünü oxumadan qoyun əvvəl Pentikast günü barədə biraz sizə izah edeyim. Bunu bilməlisiniz ki, Pentikast
Yahudilərin mühüm bayramlarından biriydi və elə bir zamanda idi ki, Yahudilər xərmənləri biçmiş, məhsulu ambara yığmış və rahat və asudə idilər. Pentekost bayramı Tanrının onlara bərəkət verdiyini və onun onlar haqqında olan vəfasını xatırladırdı. Tanrı onlara əmr etmişdi ki, 3 bayramda çalışsınlar ki, hamısı Orşəlimdə olub orada bu bayramı bir yerdə birlikdə cəşn tutsunlar. Və Pentekost bayramı bu 3 bayramdan biriydi. Tanrının kəlamı, mətləbi belə izah edir. Pentekost günü gələndə onların hamısı birlik içində bir yerdə idilər. Qəflətən güclü bir yələsən kimi göydən bir səs gəldi və oturduqları evin hər yanını doldurdu. Və oddan onlara dillərə bənzər bir şeylər göründü ki, özlərini bölüb onların hər birisinin üstünə qondu və onların hamısı müqəddəs ruhla dolub, ruhun onları danışdırdığı ayrı dillərdə danışmağa başladılar. Bu zaman dindar Yahudilər göyün altında olan hər millətdən Orşəlimdə yaşayırdılar. Və bu səs baş verən zaman cəmaat bir yerə yığılıb heyran qaldılar. Çünki hər biri onların onun dilində danışdıqlarını eşidirdi. Onlar mat qalıb heyrət içində idilər və bir-birlərinə deyirdilər, bax, məgər bu danışanların hamısı cəlilli deyil, bəs necədir ki, öz ana dilimizi eşidirik? Biz partlılar, Madlılar, İlamlılar, Mesopotamiyada, Frigiyada, Pamfiliyada, Misirdə, Libyanın Krenya bölgəsində yaşayanlar, Rumdan gələn qəriblər, həm Yahudilər, həm də Yahud dininə dönənlər, Kretlilər və ərəblər, onların öz dillərimizdə danışmaqlarını eşidirik ki, Tanrının qüvvətli işləri haqda danışırlar. Və onların hamısı mat qalıb, böyük heyrət içində bir-birlərinə deyirdilər, bu nə ola bilər? Lakin özgələr ələ salıb deyirdilər, təzə şərabın çox içdiklərindən keflidirlər. Amma Petros o 11 nəfər ilə durdu və səsini ucaldıb onlara xitab etdi. Ey Yahudilər, və siz ey bütün Orşəlimdə yaşayanlar, bu sizə məlum olsun və sözlərimə qulaq asın. Bu adamlar sizin güman etdiyiniz kimi kefli deyirlər, çünki indi gündüzün 3-cü saatıdır. Lakin bu, Yuil Peyğəmbərin vasitəsilə deyilmiş sözdür. Tanrı deyir, belə olacaq ki, axır günlərdə ruhumdan bütün bəşər üstünə tökəcəyəm. Oğullarınız və qızlarınız nəbilik edəcəklər. Cavanlarınız röyalar, qocalarınız da yuxular görəcəklər. O günlərdə hətta qullarımın və kənizlərimin üstünə də ruhumdan tökəcəyəm və onlar nəbilik edəcəklər. Yuxarıda, göydə böyük əcaiblər və aşağıda, yer üzündə əlamətlər göstərəcəyəm. Qan, od və tüstü dumanı. Rəbbin o böyük və şövkətli günü gəlmədən gün qaranlığa, ayda qana dönəcək. Və elə olacaq ki, hər kim Rəbbin adını zikr etsə, nicat tapacaqdır. Bu iş müşahidə edən xalqın gözü qabağında baş verdi. Onlar təəccüb etmişdilər. Məsihilər müqəddəs ruhdan dolub, onların dillərində Tanrıya həmd səna edirdilər. Bu adamların cəlilli olduğundan onlar yaxşı bilirdilər ki, bu dillərdə danışmaq onların öz qüdrətlərindən xaricdir. Cəlillilər Yəhudilər arasında besavad və avam olduqlarına məşhur idilər. Buna görə də onların bu dilləri bilməsi imkansız görünürdü.
Onların bu heyrəti qabağında Petros ayağa qalxıb onlarla danışır. Diqqət edin, bu elə həmən Petrosdur ki, bir kənizin qorxusundan İsa'nı 3 dəfə inkar etdi. Amma indi böyük bir cəsarət ilə məbədə yığışan təəssüblü yəhudilərin qabağında qorxusuz durur və bu hadisənin nədən və kimdən olduğunu onlara açıqlayır və onları etdiyi cinayətləri üçün də danlayır və Tanrının sözünü onlara bəyan edir. Pentikast günündə Tanrının Yuil peyğəmbərin ağzı ilə dediyi söz yerinə yetişir. Şiddətli bir yelin əsdiyi səs qulaqlara yetişir və evin içini doldurur. İmanlılar bu evin içində birlik içindeydiler. Qəlbləri bir-birinə yapışıq idi. Tanrı ilə və bir-birləri ilə səhih bir rabitədə yaşayırdılar. O zamandır ki, Tanrının ruhu gəlir. Tanrının ruhu, əzizlərim, səhih olan bir zəminədə oturar. Səhih olmayan zəminədə təvəqqə edə bilmərik ki, Tanrının ruhu nazil olub oranı doldursun. Əgər istəyirik ki, Tanrının ruhundan dolaq, o zaman lazımdır ki, həm Tanrı, həm də bir-birimizlə səhih bir rabitədə yaşayaq. Yel səsi ətiqətdə müqəddəs ruhu təmsil edirdi. Yel səsi gəlib bütün evi doldurur və sonra od alovu imanlıların başı üstündə zahir olur. Od alovu Tanrının huzurunu təmsil edirdi. Ətiq əhdə baxarkən görürük ki, Musa icma xeyməsini Tanrının dediyi kimi qurduqda od alovu göydən zahir olur və Tanrının huzuru xeyməni doldurur. Bu hadisə ikinci dəfə o zaman baş verir ki, Süleyman Tanrının məbədini Tanrının dediyi kimi düzəldir və dua etməyə başlayır. Od alovu məbədin başı üstündə zahir olur və Tanrının huzuru müqəddəs yerin, lap müqəddəs yerini doldurur. Bu ətiq əhdə baş verir və Yahud xalqı Babil əsirliyinə gedən zaman bu məbəd xaraba qoyulur və sonra da cədid əhdə Hirodu görürük ki, istəyir Süleymanın məbədini Süleymanın zamanında olduğu şövkətdə bina etsin. Amma məbədin bina etməsi bitdikdə Tanrının od alovsunu görmürük ki, nazil olsun və məbədi doldursun. Bunun səbəbi bu idi ki, artıq ətiq əhd etibardan düşmüştü. Tanrının vədə verdiyi Məsih gəlmişdi və onun bütün vədə verdiklərini yerinə yetirmişdi. Tanrı indi başqa bir əhdin içində əməl edirdi. Cədid əhdin. Yuil peyğəmbərin nəql etdiyi sözlər cədid əhdin çərçivəsində yerinə yetişəcək idi. Tanrı ilə İnsan rabitəsi cədid əhdin etibarına görə bərqərar olacaq idi. Pentikast günündə Tanrı verdiyi vədəni yerinə yetirir. İndi təzə bir məbəd qurulmuşdu. Bu məbəd artıq kərpiç və ağacdan düzəlməmişdi, ət və sümükdən düzəlmişdi. İnsan əli ilə bina olmuş binalar ki, Tanrını özündə tuta bilməz. Necə ki, Süleyman da duasında ona işarə edir. Tanrının təzə məbədi imanlıların bir yerə toplaşdığı idi, yəni kilisa. Və görürük ki, Pentikast günündə imanlılar bir yerdə birlik olduqda Tanrı bu təzə məbədi təqdis edir. Od alovu onların başı üstündə zahir olur və Tanrının ruhu, Tanrının huzuru onları doldurur. İmanlıların birliyi Tanrının təzə məbədi idi. Tanrının əzəldən olan planı bu idi ki, belə məbəddə sakin olsun.
Burada görürük ki, od alovu imanlıların cəmi üstündə dayanır və onların cəmini təqdis və təyid edir. Amma ancaq bu qədər yox, od alovu parça-parça olur və imanlıların hər birinin üstünə də nazil olur. Beləcə, imanlıların ancaq cəmi yox, imanlı adamın özü də Tanrının sakin olduğu məbəd olur. Bu həqiqətə Pavlos da Qorintdə yaşayan imanlılara yazdığı məktubda işarə edib deyir, məgər bilmirsiniz ki, siz Tanrının məbədisiniz və Tanrının ruhu sizdə sakindir. İmanlılar Tanrının huzurundan dolduqda qüvvət alırlar və bu qüvvətə görə əcayib vaqiələr baş verir. Bacarmadığı dillərdə danışmağa başlayırlar və bu danışıqların hamısı ancaq bir mövzu üstündə idi. Onlar Tanrının şövkətini həmsina edirdilər. Pərəstiş edirdilər. Tanrı ilə olduqları rabitə indi daha üstün səviyyədə baş verirdi. Və orada duran adamlar bunların zahirindən, onların avam və besavad olduğunu bilərək heyrətdən mat qalmışdılar. Bu bir möcüzə idi ki, onları Petros Həvarinin sözünü eşitməyə hazırlasın. Və bu söhbətin nəticəsində çox adam İsa'ya iman gətirir. Pentikast günündə baş verən hadisə elə həmən o vədə idi ki, Məsih şagirdlərinə vermişdi. Az bir zaman üçün məni artıq görməyəcəksiniz, lakin az bir zamandan sonra məni cinə görəcəksiniz. Çünki bu dəfə sizin yanınızda yox, sizin içinizdə sakin olacağam və daim sizinlə olacağam. İsa Məsih cismdə olan zaman eləyə bilmirdi ki, hər zaman bütün şagirdlərin yanında olsun. Onun fizikal bədəni onu məhdud edirdi. Amma müqəddəs ruh imanlı adamın içində sakin olanda ona qüvvət verir ki, doğru bir Məsihi olsun, Məsihin şahidi olsun. Cədid əhdə imanlıların ancaq cəmi yox, onların hər biri də təqdis olub Tanrının məskəni olur. Buna görə də Məsihi adam odur ki, Tanrının ruhu onda sakindir. Bu mətləb məni İsa'nın Samirəli arvada dediyi sözünü xatırladır. Məsih buyurur, həyat verən su mənəm, məndən içən əsla susuz olmaz. Mənim ona verdiyim su onun içində qaynayan bir bulaq olar ki, onlara həyat suyunu versin və onları əbədə kimi yaşatsın. Pentikast günündə baş verən hadisə indiki zamanın imanlarını səhv bir düşüncəyə salır və bais olur ki, onlar daim göyə baxıb Tanrıdan istəsinlər ki, onları doldursun. Müqəddəs ruh Pentikast günündə nazil olandan sonra artıq göyə qayıtmadı ki, yer üzündə qaldı, imanlılarda sakin oldu. Buna görə də Məsihə iman gətirdiyimiz zaman müqəddəs ruh bizdə sakin olur və orada bir bulaq kimidir. Əgər ona icazə verək və onun coşmasına mane olan şeyləri aradan qaldıraq, vücudumuzu yarıb çıxacaq və bizdən həyat verən su başqalarına da axacaq. Buna görə də Cədid əhd daim bizi təşviq edir ki, bu bulağın coşub axmasına mane olmayaq. İcazə verək ki, coşub bizi doldursun və bizdən bir bulaq kimi axıb getsin. Çünki ruhun doluluğunda eləyə bilərik, qüvvətli bir həyat yaşayaq və səmərəli şahidlər olaq. Bu işə icazə vermək bizim məsuliyyətimizdədir. Bu necə bizdə baş verər? Belə ki, özümüzü hər gün yoxlayaq.
mane olanları, yani ettiğimiz kusurları, günahları, onları Tanrının huzuruna etiraf edək və rastlaşdığımız bütün seçimlərdə qulağımızı müqəddəs ruhun səsinə verək və köhnə təbiətin yox, müqəddəs ruhun dediklərindən itaət edək. Belə bir həyat insanın günlərini Tanrının huzuru ilə, Tanrının qüvvəti ilə doldular və dolu da saxlayar. Boş olduğumuzu hiss edəndə gərək bilək ki, Tanrının ruhundan dolu deyilik və Tanrının huzurunda qalıb maneləri aradan apararkən müqəddəs ruhdan istəyək ki, bizdən coşub axsın və beləcə bizdə olan qüvvət başqa adamlara da axıb onların həyatını dəyişsin. Pentikast günündə Petros onların hamısının qabağında durub onlara deyir ki, öldürdüyünüz bu İsa həyat rəisidir və onun qanı sizin boynunuzdadır. Petros bu sözü dedikdə, eşidənlərin ürəyinə istirab düşür, bağırırlar, nicat tapmaq üçün nə edək? Bilirsiniz niyə belə olur? Çünki danışan artıq Petros yox, müqəddəs ruhdur. Müqəddəs ruhun ancaq həyatımızda olması bəs deyil, əzizlərim. Bizə lazımdır ki, Tanrının ruhundan dolub daşaq. Əgər ancaq günahlarımızın bağışlanması qədər irəli gedib dayanaq, o zaman köhnə və təzə təbiətimizin arasında olan müharibədə şikəst yiyəcəyik. Bizə bu müharibədə zəfər qazanmaq çox lazımdır. Ona görə də müqəddəs ruhdan dolu olmağımız gərəkli olur. İndi siz o qədər bilirsiniz ki, müqəddəs ruhdan dolub daşasınız. Bu həqiqi bir təcrübədir. Əgər günahlarınızı Tanrının huzuruna etiraf edib, onlardan tövbə edibsiz, müqəddəs ruh elə indi də sizdə sakindir və istəyir sizin vücudunuzdan coşub axsın. Qoyun müqəddəs ruh sizin vücudunuzu araşdırsın. Ondan istəyin ki, mane olan şeyləri sizə görsətsin. Bizim ürəyimizdə yerlər var ki, oranın qapısını bağlamışıq. Oralar o qədər həssasdır ki, ona hətta yaxınlaşmaq da istəmirik. Çoxlarımızın ürəyində bağlı sandıqlar var ki, onların orada olduğunu belə yaddan çıxartmışıq. Amma müqəddəs ruh istəyir bu yerlərə girib onları təmizləsin. Bəlkə də keçən zamanlarda tək başına bu yerləri araşdırmaqdan qorxurduq. Kinlərdən dolu yerləri, başqa adamlardan saxladığımız acılıqları, əfv etməməyi, uşaqlıqda başımıza gələn bəlaları, müsibətləri. Müqəddəs ruh istəyir bunların hamısını təmizləsin. Dua edin ki, müqəddəs ruh bunların hamısını gözünüzün qabağına gətirsin, nurunu o yerlərə salıb oraları aydın etsin. Və siz bunların hamısını bir-bir Tanrının huzuruna etiraf edin.
və onlardan tövbə edin. Mümkündür müqəddəs ruh sizə o günahları xatırlatsın ki, siz başqa adamların haqqında edibsiz və indiyə kimi onların qeydinə qalmamışdınız. Mümkündür müqəddəs ruh sizə pozulmuş bir rabitəni görsətsin ki, gərək onu islah edəsiniz. Əgər başqa biri ilə səhv bir rabitədəsiniz, lazımdır ki, ondan tövbə edib Tanrıdan əfv tələb edəsiniz. Bunları etməlisiniz və edəndən sonra Tanrının pərəstişinə davam verin. Fikriniz buna getməsin ki, ya dolubsuz ya yox, ancaq Tanrını pərəstiş